dostlar. Ruhanenin mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə şurba salatını paylaşacağım. Əvvəlcədən pişirdiyim 4 ədəd çuğunduru tyorkadan çəkmişik. 4 ədəd kök, 4 ədəd yumurta, bir də qoz ləpəsi. Sarımsaq, hardasa 2-3 diş. 3 diş sarımsaq, bir də kartof. 3 böyük baş kartof tyorkadan çəkmişik. İndi isə altdan əvvəlcədən biraz mayonezi əlavə edirik. Sonra isə çəkdiyimiz çuğundurdan qabın alt hissəsini yayırıq. Çuğunduru tyorkanın xırda dişindən çəkin ki, böyük qalmasın, onda yaxşı olmur. Elə adamlar var ki, balıq vurur. Bəzi adamlar da ət vururlar. Mən heç birindən vurmuram. Bizdə yeyilmir deyənə, ətdir, balıqdır, nar. İstəsəniz nar da vura bilərsiniz. Mayonezi yaxşı üzərinə vururuq. Sonra isə əvvəlcədən çəkdiyimiz qoz ləpəsindən üzərinə səpirik. Hər qata qoz ləpəsi əlavə edək. İsə dostlar, kartofumuzu əlavə etdik. Kartofu çuğundurun rəngi çıxıbdır. Yaxşı hər birini kartofları yayırıq. Kartofu tyorkadan çəkən vaxtı çuğundurun rəngi biraz kartof at. Səbəbi yox. İndi isə dostlar, çuğunduru əlavə etdik. İkinci kartofu indi isə üzərinə mayonez sürdürürük. Mayonezin içərisinə mən duz əlavə etmişəm. Ona görə mən kartofa, çuğundura duz vurmuram. Elə mayonezə duz vuranda ehtiyac olmur tezədən yenidən duz tökmək. Mayonezin içinə duzu qatışdırıram ki, yoxsa belə səpəndə kartofa, çuğundura topa qalır.
Mayonezin içinə qatanda duzu. Onda yaxşı olur. İndi isə biraz sarımsaq əlavə edirik. Yenidən qoz səpirik aralarına. Qozu nə qədər bol olsa o qədər yaxşı olur. Yeyəndə ağızda xırs-xırs olur. Çox dadlı olur. İndi isə dostlar kökü əlavə edirik. Kökü də yaxşı yayırıq. Kəsən zaman qat-qat. Qatları yaxşı düşsün. Toyuq əti, toyuğun sinə əti, nə mal əti aralarına əlavə edə bilərsiniz. Onda da çox dadlı olur. Bizdə heç uşaqlar yemir deyənə, ona görə mən ət vurmuram. İndi yenə mayonez sürdürük. Çalışın arası mayonezi yaxşı sürdün ki, kəsəndə qat-qat olsun, yaxşı olsun. Görsənsin araları yaxşı qat-qat. İndi isə sarımsaq yenə. Aralarına sarımsaq əlavə edirik. Sonra yenə qoz. İndi isə yumurtanı əlavə edirik. Yenə mayonez. İndi isə soğunduru, üzərinə soğunduru əlavə edirik.
İndi isə çuğunduru üzərinə əlavə edib yenidən mayonez çəkirik. Bir alt cərgəsinə, bir də üst cərgəsinə çuğundur tökəndə onda lap qəşəng olur. Dərin qabda edin ki, çünki nəzik çuğundurun suyu çıxır deyənə. Ona görə qıraqlara tökülər deyənə dərin qabda yaxşı olur. Çuğundurun suyu çıxandı, ona görə mən dərin qabda etdim. İndi isə sonuncu üzərinə vurduğumuz çuğundurun üzərinə də mayonez əlavə etdik. Bir alt hissəsinə, bir də üz hissəsinə çuğunduru əlavə edəndən sonra mayonezi sürtdük üzərinə. İndi isə üzərinə qozu əlavə edirik. Nə qədər üzərində qoz çox olsa, o qədər də dadlı olur şurba salatımız. Siz istəsəniz, üzərinə həm qoz, həm də nar vura bilərsiniz. Bizdə nar uşaqlar yemir deyənə, ona görə mən qoz səpirəm. İndi isə şurba salatımız hazırdır. Yorumlarınızı və bəyənlərinizi gözləyirik, əziz dostlar. Siz bizə dəstək verdikcə biz də bişirib sizinlə bölüşəcəyik. Xahiş edirik, videolarımıza baxdıqca bəyənin və yorumlarınızı yazın. Bizə dəstək olun. Hər birinizə təşəkkür edirəm.